havalara gedirsən. Evliliyin də o mərhələsində qorxmaq, etiraf. Məsələn, mən səmimi etiraf edirəm öz hisslərimi. Bəzən qorxumu ilahi qorxu ilə arvad qorxusu arasında qalır. Hansı daha ağır basır. Oh my god. Bu barədə sənin nə fikir var? Mən fikir bildirim. O atalarımız sözü arvaddan qorxmayan kafirdir temasını təsdiq vermişsiniz tabii ki. Diyorum bəs amma qorxacağımız tipdən, onda qorxacağımız tiplər nətər olur evlənirsiniz? Birinci qorxursun. İnsan kişi xeyli abi Gözünün olduğunu bir 10-15 yıl alır da. O tipi yoktu, hamısı eynidir. Ya orada. Tak. Bugün deməli Şabran rayonunun Əmbil göl deyilən bir ərazisinə çıxırıq. Xalam uşaqları, dayım qızı və mən. Şəhərdə heç yerdə belə təbiət yoxdur. Tərtəmiz. Su atlamışsın. Neçə dəqiqə. Amma burada durmayacaq şey. Benim onu da var. Bunu tut bir dənə. Sen çekiliş ediyordu. Ya sen çekin. Taks. Şu. Sağ olun. Getdik. Ha. Hikers. Təbiətcə Greenpeace adlı xayət ruslar demiş. Bağa baxın ha, mənə deməyin sonra bunu sil, onu sil. Kim yıxıldı başda mən hamısı videoda olacaq. Zarafat eləyirəm. Ama şimdi biz nümunənin əslində Şəbişdən götürməliyik. Yükü 0. Ne? Niye içeri daha? Sırf gəzməyə gəlməmiş gibi oturup hava almaq, söhbətləşmək. Kiçik Qafqaz yox da ətraflı Böyük Qafqazın ətəkləri. Kəndin adı Zeyvə, hə? Səmət bulağının yanı. Biz ama bulağı görmədik. Bunlar tez yorulacak başa bir şey. Bunlar tez yorulacak. Öğrenci. Adım başı Qanizi Tülkü benim doğuşanı burada zaftırık eləyib. Aha,
Mənə? Yox, sonra üstündə yaxşı. Bir dənə su götürmüşəm. Bura çox sudur. O şu kaçalkadan sağa. Siz gedin Biz o sağa. tərəfə getməliydik. Bir yol var orada. Gidelim. Biz bunu bu yollara gedirik. Ona göre gider ya. Qar Əmərbaş kristal deyil. Düz keçdik də. Biz bunu nasıl düz getiririk ya? Burada düz özü aparır. Soburu olur. Sığır orada da var da. Tərləmiş. Maraqlıdır ki, yəni cəmaət burada çoxdur. Məsələn, uşaqlı, böyüklü gəlirlər. Düz uşaqlar azdır, amma ümumiyyətlə bu dəqiqə hamilər şəhərdən çıxmalı can atır. Amma gərək polunu yekbrok eləyəsən də. Məsələn, mən özümə yeni ayaqqabı aldım belə. Paltar. Yayda yəqin ki, bir oturmağa, dincəlməyə gözəl. Burada yaxşı kabab da çəkmək olar. Yaxşı bir araq olur. Orada Yemək bizlik deyil. yox, aşı, bu bulaq buradır. Səməd bulağı deyəsən buradır. Yəni ki, su gəlməz. Gəlir amma. Hə, az da olsa gəlir. Görün. Balığı suya batdı. Ona görə getdi ki, ayaqqabısını dəyişsin. Hə, bu da bulaq. Donuq. Maşallah. Su yəni ki, buz kimidir. Bir dənə yoxlayaq görək. Amma bir o qədər soyuq deyil. Maraqlıdır bu. Kəlbəcərin bulaqlarını bir dəqiqə içəri saxlamaq olmur. Amma təbii ki, gözəl həqiqətən. Yuxarıda da nəsə bir qəribə şeylər var. Konstruksiyalar. Çox ehtimal burada yerlənəcək zat var imiş. Üzü dərəyə. Əhali biraz yorulub dincini alır. Həm də Elvini gözləyirik. Millət gedir yavaş-yavaş. Bu yolla, bu istiqamətdə gedib o gölə satmalıdır. Все, abetdir. Piririk, yaşar demiş. Roşka, hadi gel sen bunu verin. Məndə dolu deyil, 3 şey var Bilmem, içəridə. indi bunu yedik də, mırtıl. Nuş olsun, nuş Yavaş olsun. yavaş yedik, gel al. Ay kız narahat ol, mən az Ama deyiləm. narahat değilim ki. Al, öyle bölüşmezse ben zaten bir tarafı yemem. Süper Yəni ya. məndə var, məndə də şey görürsüz, Tam bunu doldurma bakalım. verəcəyəm. Al. Bir kəlmə, nə bildirirsiniz bu gəzintiniz haqqında? Super. Ümumiyyətlə, bizim bu qohumağada bir şey var. Bizdən çox bir-birini istəyən yoxdur, amma bizdən gec bir-birini görən də yox. Çox qəribə bir tendensiya var. Böyle nonsensdir belə deyək. Ben şeyden gelenden sonra, haricden gelense şoktaydım hamıdan ki niye hiç kim birbirini görmüyor. Görmür, ay soğuk. Düz deyirsən. Ancaq gərək nəsə bir qonaqlıq ola. Bir-birimizə mane olmaz. Yox, məsələ bilsən o adətə dönüb, o bir səbəblə deyil. Həm də bilirsən, yaxşı bir səbəb olmalı. Məsəl üçün Əslində səbəbsiz görüşürük. Biz haricdə hər həftə sonu dostlarımızla görüşürdük. Yəni mütləq heç olmasa ayda bir dəfə məncə olmalı. Bir də dinlə də elədir. Dinlə də gəlib qohumları görməlisən. Fərz. Nazim yaxşı idi elə şeydə. O da getdi xaricə. Nazim yada salırdı. Nazim məndə yaxşı idi. Amma məsələ budur ki, bir dəfə yada sal, 2 dəfə yada sal. Üçüncüdə o şey
Ora getdilər ha? Buradan. Bulaq elə istidir, yəni bulaq deyil. O sənəsə qar dəyirib yanacaq. Soğuk, isti deyil mi? Soğuk deyil, əsaflı istidir. Havalı mı? Yox, elə yəni temperaturu bu dağ yerinə çıxanda heç bir 30 saniyə saxın, böyle isti gəlir elə bir. Süperdir hava. Sağ olun. Üstü qalıb. Çay. Ballı çaydır. Ballı? Məndə kəhli yoxdur, it burnulu Çay sayılır. çox az. Oh yeah. İt burnu nədir? Tualetdə qalasan. Ha düzdür. Tamam. Sen şu Yo, hal. ben narahat değilim. Sen de o da çətin Sən değil. isə mənə bağışlasın, meşə yer. Ben bir damcı çay tökdüm. Da. Əsas su deyiləm. Ben olsa çay içən deyirəm ki 100 il Mən də içməsəm içim yanmaz. Ancaq Burada mən- sosial. Xurma. Mən də ancaq qonaq. Oh my god. Xurma hələ bu qədərdir. Şey xurmadır, qurudulmuş xurma. Şey xurma. Görün nələr çıxacaq orada. Hələ xurmanı bu qədər. Mən çox istəyirlər, ağzınız özünüzə getmez. Siz özünüzü Sən istətməmişsiniz. ballısan. Sən işte. Siz özünüzü istətməmişsiniz. Mən Sizin deyirəm. problem. Oh my god. Yazıq uşağın belindekinə bax. Bunun Ya, çəkisini bax. Bu da mənim belimi şey yəni. Yoxsa 2 dənə palto var. Bunu götür. Mən 2 gün gülləşdim o sözlər. Bir dənə qalıb sənin. Oyda. Ay litr Rövşən. Deyir musta böyle ha. 1 litr. Mən bunu götürdüm dedim uzaqbaşı kimin çayı olmaz. Basacağım onun içinə. Mən açığı o boyda bir şey var idi. Dedim mənə bir stəkan içəcəm, mənə Bahram bəs eləyir. Çox çay içənsən sən, hə? Ya da yəni su da içirəm amma çay elə bilir. Bilirsən, əslində mən su içmirdim. Bu da evləndən sonra məni bu Füzuli tayfası məni çay ötüşdürüb. Mənə heç zad eləmədi Füzuli tayfası. Yox, Rahat ol. mən deyim də, birinci müqavimət aparırdım, sən bu söhbət olmasın. Ki, içmirəm, su içirəm, biz ömrü boyu evdə çay içməmişik, su içmişik. Sonra işə getdim. Şimdi kabinet saat orada da bir indi nə dedim, cəmaətin yoldaşlarını çəkməyim də xadimə aldı. Hə, şeylədi, hər saat başı mənə təzə dəm. Çay, la getdi. Özü damara işləyir axı o. Özü su içə bilmirsən. Mən hətta kofeyə də yandırmışam. Kofe mən də içirəm. Mən səhər bir dəfə ancaq kofe içirəm. Nə, çox həvəskardır. İyi sevirəm, amma yenə də oturmuşdum da belə. Bu nədir bu? Məktub qoyublar sənə. Ay, bunun şirinliyinə bax. Məktubdur. Nəysə, bu əlin işi olar. Aa, oraya da düşdü ha. Hə, misyo şeydir. Öldürmüş şey. Əlin işi də şey. Ay, şirinliyə bax. Sən bu çayın bir dadına bax ha. Üç burnunu mən İçənməz. çatması için. Oradan. O qovur da. Maşallah. Aynen bir daha şeyine Kəşotu da qovur. Benden bir qurtum Kəşotu darına qovur. Otlar hamısı qovur. Bundan sonra röşen yoxdur. Zəncəfil də Bu səfər də röşen gözləyəcək Ben kərtəm. dalda kalıram işte. Məncə timsahə sənə tuzak qurmuş. Tez geri qayıdı. Belə bir yüklüyü bir. Yəni bu necə ki 10 Ya o kilo aslında zakazı mən vermişdim. Bunlar da Sadəcə özü var elə hamısı. 100 kilo hə Səbiş. Elə görünür. Şey oxşuyur bu, kontrabanda. Həm yüklər çoxdur, həm çaya it burnu zad qoyubdu. bilirsən yəni sabotajdır Bilmirəm, mən yəni bu şeyin. Mən birini yeyəcəm. nə qəşəngdir konfetlər. Bu nədir? Ha yaxşıdır, o rasiskidir. Ha, belə Məsləhət xurmadır. deyəsiniz, bu da təbiidir. Yəni Oo. gəlmə şeydir, yeyin. Nuş olsun. Demək, mən sənə çay süzmədim. Sənə Gel, bir gel. damcı tök baxım. Tökücü. O qurudulmuş xurmadır da. Hə, yəni Damaşında rayondan gəlir. Yaxşı şeydir. Özləri hazırlayır. Bilmirəm kim hazırlayır, amma yəni şeydir. Gəl bundan tut sən. Gəl, qufu var. Yo, bizim yaxşı. hiker deyəsən çatır. Elvin. Gəl. Ha? Ha? Gördün gəldi. Gəl biz uca acmışıq. Saat Mən də, 3-dədir ki belə. Təbiətdə bərk qayda var Şəbir. Şey, qıdalda qalan gözləməzdi. Bilməm. Yadda saxla. Bilməm, mən niyə yadda saxlayıram? Mən gedim, bayaq biraz dayanıb şəkil çəkirdim, mən də elə bildim şey gedirdim. Təbiət belədir. Məsələn o canavarlar zat düşür meşəyə qaçırlar. Biri dala qalırsa o birilər bütün staya dura bilməz. Hə, o mən bilirəm. Mən elə
O tualet mənasında deyirsən. Yox. Hə. Yox, ümumiyyətlə təbiətin öz qanunları. Kimsə daldadır, qoyub gedirsiniz, dəstə gedir. Oha. Çox bütün dəstə təsəvvür elə ordudur da. Bax indi biz bunu demirəm, burada boş. Məsələn elə bir dəstə briqadadır. Spesial bir əsgəri yaralayırlar, yolda tələ vururlar ki, ona görə 3 dənə əsgər onu daşısın. Одинокий волк. Birinə görə yox. Amma orada olmaz. Одинокий волк. Ona görə məsəl üçün o vaxtı Napolyon zadla sərkərdə onlar qərar verəndə həmişə cəmiyyətə görə qərar verirdi. Yəni mən pis şeydə deyirəm, pis vəziyyət. Bilmirəm. Ha. Yox, məsələn, söz var, deyir, qurtluqda düşəni yemək qanundur söz. Hara düşəni? Qurtluqda qurtları var. Qurtlar var üçün məşhur aforizmlər var, bilməm baxmısınız. Deyir, o qurt şey yoxdur, canavar sürüsü deyək də. Kim yaralıdırsa onu yeyib, yox eləyirlər ki, sürünü şey eləmir. Eşq olsun. Batinkanı dəyişdin də Elvi? Ha da mən səhədim də 3 kilometr prostoya verdi aşağıda. Ya amma hələ qalxacağıq, hələ deməyin. Baxaq görək. Buranı görsədik. De o dağa bura ilə gedəcəyik, o dağın dalına. Yox, bir buranı görsədik. Mən ora təpənin dalıdır yox. Hə yox, sizin lokasion oranı görsədik. Sən biz yemək yedik, sən də yedik şey gələ istəmirsən. Çay iç. Çay istəyirsən? Çox çay istər. Yox. Tamam onda. Yaxşı. Bayavoy vəziyyətdə. Tələşmə, qoyun. Sən iç. Hoş keçsin. Ne ki? Bu yeri var. Türküyle itin qarşı. Nə? Türküyle itin qarşıqıdır bu. Mən də hə, çox şübhəli gəlir. Bütün heç qarışmır. Qarışıb da deməli. Bu şeydir də o. Axırıncı Tazmanski tiger var değil mi? Şunova Pajero ilə düşürlər də aynı. Baxmamız şuna. Tazmaniya. Orada löftü Pajero'nun baba traskırıq eləyir. Qalxır ondan yuxarı çıxır aşağı. Yox, tələsmə, narahat olma. Şeydir, Sabuş, bunları sən təzə aldın, bunları, yoxsa var idi səndə? Yox, hamısı tez olmuş. Bir dənə puska var idi. Məndə o şey heç bir sınarjen olmuyor. Məndə bu var idi. Qara. Yürü o. Uydu, sən qalın geyimsən, bunun altında nədir? Ha, baba Ha, tərlidir. o tərlidir. Bu da isti saxlayır. Termo de o da. Ha, tərlidir. Çıxart da. Şuna kimi 5 kilo besin düşürdü. Deyirsən, sən bədən atıb gəlsən, təhlükə yoxdur. Amma sulu bədənlə gəlsən. Rahat olma. Dəyişəcək də paltarı var. Ev yoxdur, rahat sat onu. Bəlkə o istəyir Yəni, əşi. ondan sonra mayka ilə çıxsan. Yaxşı, tapalının içində bu sapoklarım var ya maşında. Nə yaxşı. Yoxsa bu suyun, teyxa suyun içində. Heç bir şey idi ha. Onlar belə gəldilər şeylər belə. Bu oxu baltasına olur. Ona meşəbəyi. Amma siz biraz narahat yolla çıxmışsınız. Mən orada sən deyirdin, heç sisterla solu sağı zat baxıram oradan ayaq izlərini gördüm, toxun arası. Bunlar yolla çıxdı, qoşuldum bunlara. Yol da gəldi, bir bura çıxdı. Amma Uzaq başı orada 300 metr fərq. Soldan fırlanıb baxdıq da biz qrupla gəlmədik. Yəni o yol var ha, bu dədə baba maşın yolu. O yolla gələndə kəsə gəlməklə 300 ələ çoxduram. Uzaq başı 100 metr fərq var, amma rahat. Və bilsən ki, salon tövbə girir. Ora yəqin ki, böyük ehtimalla tualetdir. Qızlar üçün zat. Deyirsən. Ha? Ola bilər. Bilmirlər tualet. Yox da, yəni indi hər adam çöldə alınmır. Mən deyəndir. Səndə nə bir dənə? Nə? 2 dənə birini götürmüşəm. Yox, bir dənə almışam. Mən əslində biri bəs. Nəyirəm 2 dənə ayağa güc salmasın. Bu sürüşməmək üçün görmüşəm ki, ayağın qatısı biraz skolkası olsun. Bu 2 dənə bilsəniz ya, çox dikə qalxanda, elə bir koşan kimi də. Burada da kömək edir. Rəsmən 4 ayaqda olursun. Çıxın gəl. Yox, yox, nə qədər gözür göz qoyursun. Yox, Çocuğum mən rahatam ya. Bunu yığın. Yükümü biraz azaltdım. 2 stəkan. Çıxanda nəsə qasa çıxdımca, baxıram yazı 17 dəqiqə 1 kilometr çıxır. məsələn, tərlə. Bu bir necə qoymuşdum üstünə? Lütfü deyir ki, mənə o əlində balta olan. Qardaşlar bir qabağımıza belə keçirəm. Bir sonra bu yana keçirəm. Nə var mı istəyirsən? Avtoşdur verir, zigzag. Ana o qalxır ki, necə möhtəşəm görüntüdür. Siz açıqsınız, görmüşəm, mən görürəm. Açı boş. Bir baxdın səni çəkirlər ha.
Öpürəm, görünməz bax. göz. Uzun ömür, can sağlığı. Allah'ın bu gündə şükür. O toylarda olur. Gününüz belə olsun. Ağsaqqal bir şeylə. Bunu da vururam bir Ay, sağ ol. ağsaqqalları sağ. Elimizin, obamızın ağsaqqallarını sağ. Xahiş edirəm konkretləşdir. Biz uşaq vaxtı ata ilə demək olar Azərbaycan bütün gəzməli, görməli yerlərini görmüşük. Hə, bir dənə Naxçıvanda olmamışam. Hə, bir dənə orada olmamışam. Hə, amma orada məsələn Batabata getmək. Ordubadın o nədir o? Batabatı. Yox, Batabat şeydə, Şərurda. Hə. Nə var deyirsən? Nə var deyirsən? Ordubadda demək 3 hərfdir, 2-3 dənə kənddir. Bir tərəfi oxşum qar, bir tərəfi yaz, bir tərəfi nə? Bu rəsmi parking zonasıdır ora. O. Hə. Orada mən Xizək kompleksinə gedirəm. Var orada da. Aha, balaca. Yaxşı deyil. Öz ucuzdur. Və şeydir. Xoşum gəlir, hərdən elə bir ki, nəsə də çox xaricə getmək istəmirəm, amma yerimdən tərpənmək istəyirəm, samolyotla ora gedirəm. Hə, başa düşdüm. Hə. Oranın ümumiyyətlə gedən deyir ki, biraz o 90-cı illərin o vibe var deyirlər elə İndi bir. daha yoxdur, hə? Yoxdur, hə, daha dəyişiklikdən Amma sonra. yenə də çox fərqlidir bizdə, buralarda. Hə, millət də elə bir. Fərqlidir də. Rayon cəmaatı ümumiyyətlə şəhərdən fərqli. Hə, Naxçıvanda indi mən rayonda qalıram da. Yəni o bir rayonlara görə fərqlidir. Gələndə oradan gələnlər də sürüşməyə. Ya bu yolla gedək ki, rahatlıqdır. Gələndə oradan qalırsan. Öz sosiallıq orada çətinlik yaratmır rayon yeri. Hə. Yox, Yoxsa işdəsən də, işdə. iş yoldaşlarım var, onları mən yığıram deyə çoxsunu. Ona görə hamısı belə Hə. culturally yaxın adamlardır da. Hə. Elə olaram da. Gör, həm xarakter məsələsi var. İnsan var şəhərsiz dura bilməz. Məsələn, Elvin isə şəhərsiz dura bilməz. Amma elə deyil. Mən şəhərə gəlib yaşaya bilərəm də, bilirsən. Hə. Çoxdan öncə, 2019-da mən şəhərdə qala bilərdim. Hə. Özüm qalmıram. Bir il gəldik, yoxladıq, Xatıyla. Hə. Sonra sevmədik. Mən xoşlayıram şeyi. Mən xoşlayıram orada, yəni orada yaşayayım, hətta sonuna Bakıya gəlim, elə sevirəm. Hə, başa düşdüm. Tərsi nədir də sən də şəhər rayona qaçır Aldıbaca. Hə. Sən də tərsi. Mən elə sevirəm, hə. Şey, Onda hər ikisinin ləzzəti olur. ehtiyatlı ol. Yoldaşlar, qavağı gözləyin. Buradan ehtiyatlı ol. Ver əlini. Gəl. Yox, bu qız sürüşməsin, əsas onu. Sür, tut onu, getdik. Biraz pis düşdü. Kökənlə düş. Bir nəfər gəlsin. Ayten, gəl bura köməyə. Ya Allah. Mən gələn gün gedəcəm bağa. Anlamadı. Bu Lado. Bax o Şaxta Baba nağıllarını. Buyurun. O Rus şeyləri vardı, multikləri. Bura ləzzətli yeri. Hə. Buranı bəzəndim. Tıkladım buranı. Şəkil var lan. Şəkil burada bir şəkil var. Hadi gəlin. Şəkil yaz.
Sen bir daha. Ay maşallah. Ne güzel tabiat. Su buharı yoktu. İçeride ki mənə dedi ki, çubuk yoxdur, özünü götürmür. Yox, hamıya götürəsiniz, yadından çıxdı. Bura o götürür. Bəs şey var. Ne ihtiyaç var ya çubuğa? O burayla gəl. Paydaşka verir bana. Bura. Поддерживай. Həmişə bu. Fotoğrafda belə olur. Ha, gelin aç. Üstü artıya yumalanma şansı yox şəbişin. Möhkəm. Dayaq kimi. Dəbisi çox çaşdırma biz. Ama uşaq yeri deyil. Uşaq incilər ha adam. Özü də incinə. Mən bayaq onu deyim. Bu uşaq. Bu uşaq olmadı. Birinci pad qrupamız. Ne inəyirəm Şvitsariyanı? Əla. Möhtəşəm. Doğrudan. Hə. Okey, düzdür. Hə da orada biraz meşə, fərqli meşədir ona görə. Burada üzrə təmiz yolkalar. Süperdir hə. Uşaqlar sizi gətirəcəm, amma indi yaydı. Eşək. Camaat. Ay Allah. Bu səslərə görə mən turlara getmirəm. Düz edir, düz edir. Təsadüfi turlara heç Təmiz, vaxt təmiz, getmirəm. düz. Hoca buradan çıx. Çünki şeydir. İnsan dincəlmir də. Mən də turdan zəhləm gedir. Əli ver mənə, buradan çıx. Sən oran dedin, mən də bizim buranı göstərsən. Mənim də xoşum gəlmir çox adam olanda. Luşi tək olum. O çadır deyirəm, Xaçmaz kəndində. Ora getdi ilahi. Bəlkə bir 20-30 nəfər yan çadırlardı. Cavan uşaqlardı, diskoteka falandı. O bu. Axırda yaxınlaşdım təşkilatçı demək. Mən burada ailəmlə gəlmişəm. İstirahət eləmək istəyirəm. Bu yüzden meşədə gəlib mənim çadırımın qabağında niyə oynayırsınız? Sağ olsunuz da başa düşdü. Hayladı cəmaatı getdilər qırağa. Buradan düşür, düz get. Buradan? Hə, oracı taplanıb. Acı stiyot kim olacaq? Düşməyinə görə. Hə? Necə qiymət? Çətin hayıqdır yoxsa necə? Yox, Yaxşı. yaxşı olur. Nə edir ola? Nə bax? Gedəcəklər dağdan aşağı. Hə, özləri Buna panikadır burada belə. Apasın zona buraydı. Özləri ilə məncə sürüşürlər. Yox, bu xəritədə apasın zona buraydı. Elvin nə edir o? Alpinizm. Yəni ora həm sürüşkəndir. Uşaqlar da var. Uşaqdır yoxsa elə. Qıraqla gedin də. Görələ ağacdan yapışdılar. Bura ondan yaxşıdır. Bura yaxşıdır. Sola bax. Kuşlar, beni de alın kuşlar. Lan ne gözəl xitab növləri var. Yeni slanglar eşitdirik. Biz
Bizə də dedi desən. Bir hiss elədim bizə də dəydi onun. Mən sözümü ortaya qoyuram. Kim istəyir götürür, kim istəyir. Oradan gəl. Şəviş ora düzdür, şeydir, bura yaxşıdır. Pləkan kimi. Şuraya ama. Hamı yıkılır burada. Ona göre Hə. bura en çetin yer. Adım attı keçir. Çox çətin bir marşrutla çıxdıq. İndi biraz düz aşağı düşürük. Qarla millət hansı bir-birinin belində. Amma hələ ki gölə çatmamış. Cığır birdir. Aparır. Meşə qışda çox gözəldir. Dağa çıxmaq üçün məsləhət çox da qalın və ağır yük götürməyin. Qalın da paltar geyməyin. Amma yüngül paltar yaxşı ayaqqabı şərtdir. Belə. Oh, nəhayət Əmbil gölü. Gəldik, çatdıq. Yol bəzən qəşəng, bəzən çətin sürüşkəndir. Uşaqla heç gəlləsi yeri %100. Meşədə kimsə oduncaq kəsir. Oduna gəlib. Uşaq vaxtı biz də bibim uşaqları ilə ziyanını atqın. Qulağı isinmiş olar indi. Qızarar. Yəni çox aparırlar belə meşələrdə. Otluqlarda ot biçmişik, dağlar, dərilər. Buradan onlara salam. Mələk mamalara da salam. Kənd cəmaatında çörək yeyirdi. Bu gid bir. Gel arka sende de. Onlar da sensizden olmaz. Onlar da Tərpən. Dararay nay nay nay. Patinkalarım da bura düşəcək. Sənin əlin uzun broş. Nə məndə? Bokovoy. Rıjik çet. Bir iki iç. Biraz da dala git. 20 metr get. Heç ehtiyac yox dərsində. 20 metr get. Rəşən sənlə vəzələmək istəyir. Gəl. Bəs. Sabırlı Batırmazsın. Əmbil gölü balaca göldür ama xeyli buzdur. Orada cəmaət konki sürür. Balaca uşaqlar da var. Necə gəlirlər, çıxırlar.
Sağollaşırıq Əmbil gölü ilə. Gəzinti ləzzət elədi, amma açıq şəhər həyatı yaşayan adam, yəni onun üçün tez-tez gəlinəcək yerlər deyil. Yəni fiziki olaraq hazırlıqlı olmalısan, xüsusən də gəzintin şəhərdə heç olmayan minimalini gəzməlisən ki, öyrəncəli olasan. Faktiki olaraq hardasa bir 6 kilometr biz düşdüyümüz yerdən bura yoldur. O Kaçalka deyilən yer neft nasosudur. Oradan bura harsa 6 kilometrdir. Səməd bulağından keçib gələrək. Yayda bəlkə də Səməd bulağı tərəfə çıxmaq olar, amma yol buzdur. Tərtəmiz hava. Biraz gəzirsən, hava açılır, yəni ciyər açılır. İkinci dıxaniya ilə çıxmaq olur. Amma ayaq əzələləri mütləq qədərdə sərt olmalıdır ki, sərt deyəndə yəni ayaq əzələləri işləməlidir ki, yolda qalmayasan. Bir də dincələ də bir nəfəsə getmək məsləhət deyil. Uşaqla gələnlər var, amma kiçik yaşlı uşaq yoxdur, hardasa bir 10 yaş civarı uşaqlardır. Altı bazar turlar çox olur. Tək gəlmək istəyənlər Jırlasinlər və ruslar demiş həftə içi gələ bilsələr gəlsinlər. Təbiətdə də ailə ilə gələndə yəqin ki bir kabab çəkmək və yaxud da yüngül o qədimi kotlet çörək, buterbrod, bu tipli yemək yeyib yaxşı da termosda çay gətirsəniz əla olar. Mən məsələn dağda indi kəhli yoxdur. Bir də Həmərsinli, Həmərsin yəni itburnu bilirsiniz. Biz tərəflər Həmərsin deyir. Çay içdik. Bəzi şəxslər var, itburnunun insan vücuduna təsirindən danışırlar. Amma ətraf meşədir. Heç kəs də görmür. Belə yoldaşlar düşürlər. Marşrutu ilə sürüşkən yerinə yaxınlaşırıq. Ona görə də dialoqumuzu burada dayandırıram. Hələlik